Bugün size bir sual ünvanlamak isterdim. İsa 2000 il əvvəl yer üzünə gələndə Allaha inandıklarını iddia edən insanlar nə üçün İsa'nı çarmıxa çəkdilər? Niyə bunu etdilər? Çox səbəb olmalıdır. Bunun ən böyük səbəbi onların İsa'nı, onun əsl kimliyini tanımamaları idi. Əgər onlar inanıb İsa'nın bu dünyaya bədən almış Allah olduğunu tam dərk etsəydilər, onu çarmıxa çəkməyə cəsarət edərdilərmi? Onlar bunu edə bilməzdilər. Matta 27-ci fəsli oxuyanda Allaha inandıklarını iddia edən insanların İsa'nı çarmıxa çəkməyə çalışarkən nə qışqırdıqlarını görə bilərik. Nə söylədilər? Onlar qışqırdılar, əgər onu çarmıxa çəkmək günahdırsa, onun qanı bizim və övladlarımızın boynuna olsun. Həvarilərin işləri 24-cü fəsli oxuyanda onların İsa barəsində necə düşündüklərini anlaya bilərik. O dövrdə Yəhudilərin nəzərində İsa Yəhudilikdən fərqli bir bidətçi idi. İsa insanlara özünün Allah olduğunu söylədi. O dedi ki, onun sözünə tabi olanlar əbədi həyata, onun ətini yeyib qanını içənlər isə əbədi həyata sahib olacaqlar. Sizcə, o vaxt insanlar üçün İsa Məsihə tam iman etmək asan idimi? İki min il keçib. Bugünkü nöqteyi nəzərdən İsa'ya iman etmək çətin görünmür. Siz belə düşünmürsünüz? Əgər İsa bu yer üzünə gələr və öz sözlərini təbliğ edərsə, elə gəlir ki, müjdə hər yerdə yaxşı yayılacaq, elə deyilmi? Ancaq müqəddəs kitabı diqqətlə araşdırıb 2000 il əvvəlki vəziyyəti düşündükdə, İsa'ya bugün bizim baxdığımız kimi baxan heç kim yox idi. Bu, həqiqətən təəssüf doğurur. Buna görə də müqəddəs kitab deyir ki, Məsihi tanımaq Allahın bütün sirlərinin ən böyüyüdür. Gəlin Koloslular 2-ci fəsil 2-ci ayəni açaq. Ürəklərinin cəsarət tapıb məhəbbətdə birləşməsini istəyirəm, belə ki, idrakin verdiyi kamil etimadın bütün zənginliyinə nail olsunlar, Allahın sirri olan Məsihi dərk etsinlər. Məsih bütün sirlərin sirridir. Məsihi düzgün tanıyıb onu qəbul etmək asan deyil. Məsih deyəndə kimi nəzərdə tuturuq? İsa Məsihə aid deyil. Bəs müqəddəs kitab İsa haqqında nə peyğəmbərlik edir? Göyləri, yeri və onlarda olan hər şeyi yaradan Allah uşaq və oğul kimi doğulacaqdır. Bu, Yeşaya 9-cu fəsil 6-cı ayədə peyğəmbərlik edilməyibmi? Müqəddəs kitabda belə peyğəmbərliklərə baxmayaraq, İsa bu dünyaya gəlib müjdəni təbliğ edəndə heç kim onun Allah olduğunu bilmirdi, heç kim onu tanımadı. Çünki insanların Allah haqqında müəyyən fikirləri var idi. Onlar onu yalnız bütün insanlıq üzərində hökmranlıq edən və görünməz dünyada bütün kainatı böyük güc və ixtiyarla idarə edən kimi qəbul etdilər. Beləliklə, o bu yer üzündə insanların gözləmədiyi bir insan şəklini alaraq cismani doğulanda heç kim onun Allah olduğunu anladı. Buna görə də müqəddəs kitab deyir ki, 66 kitabın ən böyük sirri Allahı tapmaq və tanımaqdır. İsa'nın Allah olduğunu bilmədikləri üçün onu çarmıxa çəkdilər. Hətta onun üzünə sillə vurub, yumruqla vurub və ələ saldılar. Nasirlik məzhəbi ifadəsini heç bir tərəddüd etmədən işlətdilər, çünki onun Allah olduğunu bilmirdilər. Heç kim bunu bilərəkdən etməzdi. O bizim kimi görünürdü. Gözləri, burnu, qulaqları və ağzı var idi. Buna görə də Peyğəmbər deyib ki, Allahın sirri Məsihdir və Məsihi tanımaq Allahın sirrini anlamaqdır.
Bu moizəni bununla yekunlaşdırmaq istərdim. Çox sağ olun.